Peşəkar Futbol Liqasının qəbul etdiyi hər bir qərarının əsasları vardır. Ümumiyyətlə, İmişli niyə Quba stadionda oynayır? Sualına cavab tapmaq üçün biraz əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdır. Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov söyləyib. Bildirmək istərdik ki, İmişli klubu Premyer Liqaya vəsəq qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsəq qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmamazlıqları ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki İmişli, hətta Premyer Liqa vəsəq qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmamazlıqlar tam şəkildə göstərilib. İmişli klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsi səbəbi artıq ictimaiyyətə açıqlanıb.